Bir Mercedes-dən səhv salmayacağınız arxa görüntüsü olan R-Class-da R5 siyasi, lakin mühərrik 5,5 litrlikdir. Formatik avtomobil tam çəkimlidir. İri xrom ayaqaltı var burada. 2 səs boğucu başlığı zavoddan artıq quraşdırılmış qoşqu yeri və bagaj qapısının da düymə vasitəsilə açılması mövcuddur. Avtomobildə 3-cü sıra oturacaqlar da quraşdırıla bilir. 600 litrdən artıq bagaj həcmi, hər yerdə asılqanlar, stəkan altlığı, hava ventləri, örtük altında əlavə yük yeri, digər örtük altında isə ehtiyat təkər və Harman Kardon səs sisteminin subwooferi yerləşdirilib. Düymə vasitəsilə də bagaj qapısı bu şəkildə sürətli özdə bağlanır. R-Class-da dəri ilə üzlənmiş çox geniş arxa qapılar mövcuddur. Hətta onları bağlamaq üçün bir balaca uzanmaq lazımdır ki, rahat bağlaya bilərsən. Xrom əl dəstəkləri, arxa pərdələr, geniş diz məsafəsi, hətta oturacaqların altında da yer var ki, ayaqlarını ora rahat uzada bilirsən. Eləcə də arxa oturacaqlarının mexaniki yolla kürəyini idarə etmək mümkündür. Geniş panoramik lük, komfortlu arxa divan, izafixlər, həmçinin orta oturacağın dirsək altlığına çevrilməsi, klassik Mercedes-lərdə olduğu kimi pult vasitəsilə arxa monitorların idarə olunması, hava kanallarının mexaniki idarə olunması, 12 voltluq elektrik yuvası, arxa oturacaqların 2 ədəd isiticisi, həmçinin DJ vasitəsilə hava temperaturunu da idarə etməsi mövcuddur.